Deməli, hədəfin 50 metr məsafədən vurulması hadisəsinin ehtimalı 16'da 9'dur. Hər sonraki 50 metrdə hədəfin vurulması hadisəsinin ehtimalı 1,5 dəfə azalarsa, hədəfin 200 metr məsafədən vurulması hadisəsinin ehtimalını tapın. Hədəfin 200 metr deyir də, hə? 50 metrdən vurulması hadisəsinin ehtimalı 16'da 9'dur. Bax, ilk 50 metrdə vurulma ehtimalı 16'da 9'dur. Hər sonraki 50 metr. Növbəti 50 metr nə qədərdir? 50 üstə gəl 50 eləyir. 100 metrdə deməli vurulma ehtimalı deyir 1,5 dəfə azalır. Yəni 16'da 9'u bölürəm 1,5'ə, yəni 2'də 3'ə. 16'da 9'u vururam 3'də 2'yə. Deməli 100 metrdə vurulma ehtimalı bu qədərdir. Yenə deyir növbəti 50 metrdə yenə ehtimal 1,5 dəfə azalır. 16'da 9'u vururam 3'də 2, bir dəfə də təzədən vururam 3'də 2'yə. Bu 200 metr demişdi. Yenə növbəti 50 metr 200-cü metrdir. Orada vurulma ehtimalını belə tapırıq. Yenə aldığım ədədi yenə də əlavə 3'də 2'yə vururam. 16'da 9 vuraq. 27'də 8. İxtisar getdi 2, 1. İxtisar getdi 3'ə 1, 3 cavab 6'da 1. Ehtimal 6'da 1'dir. Bunu biraz da məşq eləyək. Belə deyək. Deyir ki, ilk 50 metrdə vurulma 16'da 9'dur. Hər sonraki 50 metrdə, yəni 100-cü metr, 150-ci metr, 200-cü metr, hər sonraki 50 metr 1,5 dəfə azalır. 1,5'ə bölmək, yəni 2'də 3'ə bölmək, 3'də 2'yə vurmaq demək. Deməli, hər dəfə mən 3'də 2'yə vurmalıyam. Bir də deyirəm, 50 metrdə ehtimal 16'da 9'dur. Hər sonraki 50 metrdə 100-cü metr, 150-ci metr, 200-cü metr, hər sonraki 50 metrdə 1,5 dəfə bu azalır. Yəni böl 2'də 3 olur. Yəni 3'də 2, 3'də 2'yə vurulmalıdır. 1,5 dəfə azalmaq 3'də 2'yə vurmaq deməkdir. Vur 3'də 2. Ondan sonrakını aldığın cavabı bir dənə də əlavə 3'də 2'yə vursan. Sonra aldığın bu cavabı bir dənə də əlavə 3'də 2'yə vursan və yekunda cavabı hesablayırsan. Bu da dəhşət bir sualdır. Həqiqətən çox dəhşət bir sualdır. Hansı ki, konspektlərdə, topluda belə sual görməmişik. Birdən ola bilər ki, çıxma ehtimalı olar. Ona görə də görürsünüz də bu sınaqlarda olan suallar çox belə türklər demişlər, çox kaliteli suallardır. Fikir verirsiniz, çox səviyyəli suallardır. Ona görə bunların hamısını beynə yazın. Lazım olanda qayıdıb şifahi test çəkilərin. Həllini də yazmışam. Anında girib baxa bilərsiniz həllinə. İstəsəz video izahına. Gəldik, belə bir dənə sual var. O mərkəzli çevrədə AB toxunandır. AOY bərabərdir OYD. AYO bərabərdir OYD. ASD 110'dur. BAY'ni tapın. Şəklimiz budur. AYO, yəni Y bucağı. AYO, yəni Y bucağı. OYD, yəni yenə Y bucağı. OYD, O ilə D'nin arasında. O ilə D'nin arasındakı Y bucağı. O ilə D'nin arasında Y bucağı. Onlar bir-birinə deyir bərabərdir. Baxın, burada biz çalışma 4'də görmüşdük bunu. Deməli, 4 bucaqlının çölündə çevrə var. 4 bucaqlının çölündə çevrə var. Qarşı bucaqların cəmi 180'dir. 180'dən 110 çıxdıq elədi 70, yarı böldü elədi 35. Bunu bildik. Qarşı bucaqların cəmi 180, 180'dən 110 çıxdıq 70, 35. Bu mərkəzdir. Bu radiusdur. Mərkəzdən bunu çəkdik. Bu da radiusdur. Burada bərabər yanlanılır. Bura 35'dir. Bax, buradakı bucaq da 35'dir. Sonra belə eləyək. Biz bilirik ki, radiusla toxunan arasındakı bucaq 90 dərəcə olmalıdır. Deməli, onda buram hamısı 90 dərəcədir. 35 isə yerdə qalan 90'dan 35 çıxırıq eləyir 55 dərəcə. Bucaq BAY neçə dərəcə eləyir? 55 dərəcə eləyir. Gəldik bura. M parametrinin hansı qiymətində x kvadrat çıx 9x üstə gəl m plus 4 bərabər 0 tənliyin köklərindən biri digərindən 5 vahid böyükdür. Deməli, bir kvadrat tənlik var. Bir dənə kvadrat tənlik var. Tənliyin köklərindən danışır. İstəyirsən əvvəldən x1 üstə gəl x2'ni tapaq. x1 üstə gəl x2 bərabərdir müsbət 9'a. x1 vuraq x2 də bərabərdir m plus 4'ə. x1 üstə gəl x2 9'a bərabərdir. x1 üstə gəl x2 də m plus 4'ə bərabərdir. Bunu bildik.
Köklərdən biri digərindən 5 vahid böyükdürsə, bax bu çox gözəl bir texnikadır. Bunu yadda saxlayın. Köklərdən biri digərindən 5 vahid böyükdürsə, yəni x1 ilə x2-nin fərqi 5-dir. Biri o birisindən 5 vahid böyükdür ki, aralarındakı fərq 5 eləyir. Biri digərindən 5 vahid böyükdür ki, aralarındakı fərq neçə eləyir? 5 eləyir. Bir də deyirəm, kvadrat tənin köklərindən biri digərindən 5 vahid böyükdürsə, o dəqiqə tez yazın x1 çıx x2 bərabər 5-ə. O dəqiqə bunu vurğulayın. İndi bunu bu toplama ilə yaxınlaşdırsaq, yaxınlaşdırırıq. Toplayanda 2 dənə x1 bərabərdir 14, x1 bərabərdir 7. 7-nin üstə x2-nin gəlib 9 almışıq, x2 də 2-yə bərabərdir. x1 7-yə bərabərdir, x2 də 2-yə bərabərdir. Köklərin hasili n plus 4-dür. Yerinə yazaq 7 vuraq 2 bərabərdir n plus 4. 14 bərabərdir n plus 4. n plus 4 bərabərdir 14-ə. M də bərabərdir neçəyə? 10-a. Gəldik bura. Qonşu bucaqlardan biri digərinin 7-2 hissəsini təşkil edir. Deməli, biri 7K-dır, biri 2K-dır. Tez qeyd edirik. Qonşu bucaq olduğuna görə onların cəmi 180 dərəcə olmalıdır. Topladıq 180-ə bərabərlədik. 9K bərabər 180-ə, K bərabərdir 20-yə. Aparıb yerinə qoyaq. 7 dəfə 20, 140, 2 dəfə 20, 40. Bucaqlardan kiçiyin tapın 40 dərəcə. Bu asan sual idi. Amma yenə də yəni çox diqqətlə işləyin bunu. Nə qədər asan da olsa da yenə diqqətlə işləyin ki, asan sualları qaçırtmayın. Deməli, turist yolun 75%-ni getdi. Hansı hissə gedilməmiş qaldı? Turist yolun 75%-ni gedibsə, 100 çıxaq 75, deməli 25% qalar. 25% qalar. Faizlə 25% qalar. Deyir, gedilməmiş qalar 25%. Amma bu hissə ilə soruşur onu. Onda %25 ixtisar gedir, qalır 4/1. Belə. 4/1 hissə qaldı. Burada çox çətin bir sual var. Çox çətin bir sual var. Həm də həndəsi silsiləni, həm də ortaq vuruğu, üstü tənliyi ciddi şəkildə təkrarlətdirir. Çox ağır sualdır. Çox ağır sualdır. Səbirlə 2-3 dəfə bu sualı danışıb sonra bir dəfə yazmaq lazım ki, bu otursun. Yoxsa belə eləyə bilməyəsiniz. 2 üstü x üstə gəl 1, 2 üstü x, 2 üstü x çıx 1. Bu misalı işləyək. 2 üstü x-i ortaq vuruq çıxarsaq, qalır 2 üstü 1. Üstə gəl. Deməli, 2 üstü heç nə qalmırsa 0. Üstə gəl 2 üstü -1 və s. Bərabərdir 64. İndi 2 üstü x-dən işim yoxdur. 2 yazıldı. 2 üstü 0 1 eləyir. 2 üstü -1 2 də 1 eləyir. Sonsuz nöqtələr qoyulur. Bərabərdir 64. Biz bilirik ki, bu sonsuz azalan həndəsi silsilədir. Birinci B1 bərabərdir 2-yə. Q bərabərdir ikincini birinciyə bölürük. 1/2-yə. S bərabərdir B1 bölək 1 çıxaq Q-yə. B1-imiz 2-dir. 1 çıxaq 2-də 1. 1-dən 2-də 1 çıxanda, yəni 1-dən yarımın çıxanda yarımı qalır. 2-ni 2-də 1-ə bölək. 2-ni vuraq, yeri dəyişir. 2-yə cavab elədi 4. Buranın cavabı 4 oldu. 2 üstü x vuraq 4, yəni 2 üstü 2 bərabərdir 64. 2 qaldı, üstlər toplandı. 64 2 üstü 6-dır. X plus 2 bərabərdir 6, x bərabər 4-ə. Çox zəif uşaqlar bu misala baxmasınlar. Amma 15-dən yuxarı yazmaq istəyənlər hamısı baxsınlar bu suala. Mütləq. Gəldik bura. Burada çox ağır bir sual var. Gəldik bu suala. Hər ikisini açıq bir görürük. Üstlər eynidir deyirik. Ən çətin düsturdur bu. Ən çətin düsturdur. Üstlər eyni olanda üst toplanmır, vurulmur, çıxılmır, bölünmür. Üst qalır. Üstlər eyni olanda, onlar da bilirlər ən çətin natural üstü qüvvət düsturu budur. Ona görə çalışırlar ki, üstü eyni olanı bir neçə dəfə versinlər imtahanlarda. Üstlər eynidir, üst olduğu kimi qalır. Üstlər eynidir, mötərizə açırıq, üstü olduğu kimi saxlayırıq. Aşağı bölmədirsə bölürük, vurmadirsə vururuq. Bölmədirsə bölürük. 3 üstü A böl 3 üstü B. Bərabərdir. Əsas qalır. Bölmədə üstlər çıxılır. Əsaslar eynidir. Əsas qalır. Bölmədə üstlər çıxılır. A çıx B bərabərdir. A çıx B-nin qiyməti 2-dir. A çıx B-lərin yerinə 2 qoyuram. 3 üstü 2 üstə gəl 2. 3 üstü 4 bərabərdir 81. Hazırdır.
Gəldik bu misala. Bu da çox maraqlı bir sualdır. İkisində də x plus y və x çıx y görürəm. Qabaqlarında eyni ədəd görürəm. Eyni ədəd görürəm. Toplayıram alt-alta. Toplayanda bunlar gedir. 2 eləyir 4. Bərabərdir 20. X plus y bərabərdir 5'ə. Bunu bildik. 2 vuraq 5 çıxaq 3 vuraq x çıx y bərabərdir 7'yə. 10 vuraq 3 çıx x çıx y bərabərdir 7'yə. Ondan neçə çıxsaq 7 eləyər? Yəqin ki 3. 10 çıxaq 7 bərabərdir 3 vuraq x çıx y. 3 vuraq x çıx y bərabərdir 3'ə. X çıx y bərabərdir 1'ə. X üstə gəl y-i bildik 5. X çıx y-i bildik 1. 2x bərabərdir 6'ya. X bərabərdir 3'ə. 3 üstə gəl y bərabərdir 5'ə. Y bərabərdir 2'yə. X kvadrat üstə gəl y kvadratını soruşur. 3'ün kvadratı üstə gələk 2'nin kvadratı. 13 eləyir o da. Silindirin oturacağını əhatə edən çevrə. Birinci silindir çəkirəm. Silindir. Əla. Əhatə edən çevrə budur. Həmin çevrənin tənliyini veriblər. Çevrənin tənliyi verəndə onun mərkəzin koordinatı nə tər tapırlar? Bunu 0'a bərabər eləyirik. X çıx 2'ni. 2. Bunu da 0'a bərabər eləyirik. Həmin çevrənin birdən mərkəzini istəyər, mərkəzini tapdıq. 2 mənfi 3. Həmin çevrənin radiusunu tapırıq. Kök altda buradakı ədəd. Həmin çevrənin radiusunu tapdıq deməli. Bir də deyirik. Həmin çevrənin tənliyi verirsə, çevrənin radiusunu kök altda buradakı ədədlə yazırıq. Radiusu 4'dür. Hündürlük nə qədərdir? 5. Radius nə qədərdir? 4. Həcmi soruşur. Həcm bərabərdir. Pi r kvadrat vur h-dır. Pi vuraq 16 vuraq 5. Cavab 80 pi'dir. A kubu üstə gəl B kubu. Köməkçi düstur. Bunu bilirik. Bunu işləmişdik. Bir çalışma bilmirəm 12-13 idi. Nə idi? İşləmişdik. Kubu tuturuq. Yerdə qalanı yazırıq. Vuraq böyük mötərizə. A üstə gəl B'nin çöldən kvadratı çıxaq 3AB. A üstə gəl B'nin qiyməti 5'dir. 5'in kvadratı 25'dir. 3 vuraq 3 eləyir 9. 5 vuraq 16 bərabərdir 80. Belə. Bu sual biraz çətin sualdır. 39'u A'ya bölüblər. Natamam qismət B qalıq 3'dür. Buradan bilirik ki AB üstə gəl 3 bərabərdir 39'a. Bunları bir-birinə vurdum. AB üstə gəl 3 bərabərdir 36. AB bərabərdir 36'ya. Özdə bölən qalıqdan həmişə böyük olmalıdır. Qalıq görsüz 3'dür. A böyükdür 3'dən. Görəsən hansı ədədləri bir-birinə vuranda 36 alınır. Amma A 3'dən böyük olsun. 4 ilə 9'u, 6 ilə 6'nı, 9 ilə 4'ü, 12 ilə 3'ü, 18 ilə 2, 36 ilə 1'i. Super. Bunların içində A plus B'nin maksimum qiymət almaq üçün A 36, B də 1 olmalı ki 37 olsun. Çox məntiqi sualdır. Bilmirəm bunu nə dərəcədə uşaqlar yaza bilər. Həqiqətən belə deyim də. Məsələn 25 sualın içində 2 sual çətin olsa biri bu ola bilər. Belə düşünürəm mən. İndi başqaları ola bilər ki başqa cür fikirlə yanaşsın. Bir söz deyə bilmərəm. 60 dərəcə ikiyüzlü bucaq var. 60 dərəcə ikiyüzlü bucaq sizə öyrətmişdim də. Parallelogram çəkirik belə. Böyük kiçik işarəsi kimi çəkirik. Bura qədər hər şey aydındır. 60 dərəcəlik ikiyüzlü bucaq var. 60 dərəcə ikiyüzlü bucaq var. Onun daxili oblastından götürülmüş nöqtədən daxili oblastı, yəni buradan bir nöqtə götürülüb. Super. İkiyüzlü bucağın tərəflərinə qədər məsafələr bərabərdir. İkiyüzlü bucağın tərəflərinə qədər məsafələr bərabərdir və 4 santimetrdir. Bir də 60 dərəcə ikiyüzlü bucağın daxili oblastında, daxilində götürmüş nöqtədən ikiyüzlü bucağın tərəflərinə qədər, üzlərə qədər məsafələr 4-4'dür.
Bu 60 bunu belə birləşdiririk. Bilir ki, bura 60-dır. Siz də dərsdə deyirdiniz ki, bunu birləşdirsək. Bunlar eyni deyə yarı bölünür 30, 30. 30'un qabağı 4 ise 90'ın qabağı 8'dir. Həmin nöqtədən tilə qədər məsafə 8'dir. Hazırdır. Məşhur sual idi bu. Bu da çətin sual deyil. Biraz diqqətli olmaq lazımdır. 16'dan neçə çıxır? 4 yazmışıq. 7, 4. Bu da kök altda çıx. 9'dan neçə çıxır? 3, 5, 3A. 4'dan neçə çıxır? 2, 6, 2A. Bölək 5 kökdə A. 7 dəfə 4'ün 28, 5 dəfə 3'ün 15, 6 dəfə 2'nin 12. 28 ilə 15, 13 eləyir dərsən çıxanda, üstün 12 gəndə 25 eləyir. 25 kök A böl 5 kök A. Kəsirlə böl kök A'lar getdi. Cavab hazırdır, 5'dir. Aha. Məsələn, konspektdə bəlkə də görmədiyimiz bir sual tipi ilə qarşılaşdıq. Z bərabər 3 üstə gəl 2i. Z kvadrat çıx 2 vur. 2i vur Z çıx 1. Çıx 1 ifadəsinin modulunu tapın. Z'nin kvadratını tapaq əvvəlcə. 3 üstə gəl 2'nin kvadratı. Muxtəsərə görə açırıq 9 üstə gəl. 3 dəfə 2'nin 6 eləyir. 6'nı 2'yə vuranda 12. Üstə gəl 4i kvadratı. 9 üstə gəl 12i. Çıx 4. Bu mənfi 1 elədi. 9'dan 4, 5. 5 üstə gəl 12i. Bura qədər hər şey hazırdır. 2i vur z'ti sadələşdirək. 2i vur z'tin yerinə 3 üstə gəl 2i yazdım. Vurub açanda 6i üstə gəl 4i kvadratı. 6i üstə gəl 4 vuraq. I kvadratın yerinə mənfi 1 qoyuram. 6i çıx 4 eləyir. Deməli z kvadratı 5 üstə gəl 12i idi. Çıx mötərizə açıram. Onun yerinə 6i çıx 4 yazıram və qıraqda çıx 1. Mötərizəni açanda 5 üstə gəl 12i çıx 6i üstə gəl 4 mənfi mənfiyə vurulur. Üstə gəl 4 çıx 1. Sonra 5 ilə 4 9 eləyir. Müsbətdir. Müsbətdir. Çıx 1 eləyir. Müsbət 8. Müsbət 12 mənfi 6 müsbət 6 elədi. Sonra bunlar modul istəyir. Modula kök altda i'ni istifadə eləmirik. Mənfi istifadə eləmirik. Onları kvadrata yüksəldib toplayırıq. 6'nın kvadratı üstə gəl 8'in kvadratı 100, o da 10 eləyir. Çox güclü bir sualdır. Bunu öyrənmədən lazımsa bir 2 dəfə imtahan kimi yazın bu sualı. Bundan vaz keçməyin bu sualdan. Yenə deyirəm, ola bilər ki, qarşıda bir çətin sual gələr, vaxt aparan sual. Onda bu texnika sizin köməyinizə çatar. Z-i kvadrata yüksəltmək, hansısa bir i'ni, hansısa bir kompleks ədədə vurmaqdır. Sonra bunları mötərizdə çıxmaqdır. Sonra da modulda axırda tapmaq da bilirik. i'dən istifadə eləmirik, çıxmalardan istifadə eləmirik. Ancaq ədədlərin kvadratlarını toplayırıq. Belə. Burada çətin bir sual var. 6 ədədin tərsi təzə başlayanlar üçün əlbəttə çətindir. 6 ədədin tərsi 5 bölünsün A plus 7'dir. A-nı tapın. Deməli, kitab 6 ədədin tərsini verib ki, 5 böl A plus 7. Belə verib. Biz də baxırıq ki, 6 ədədin tərsi əslində neçədir? 6'da 1'dir. Yenə deyirəm, biz tapırıq ki, 6'nın tərsi 6'da 1'dir. Onlar veriblər ki, 5 bölünsün A plus 7'dir. Həmişə şərtdə verilənlə bizim tapdığımızı bərabər eləyirik. Şərtdə verilənlə biz tapdığımızı bərabər eləyirik. Çarpaz vuruq A-nı 23 tapırıq. Bir də deyirəm, 6'nın tərsini biz tapdıq. 6'nın tərsini onlar veriblər. Həmişə bizim tapdığımızla kitabda veriləni bərabər eləyirik. Bir dənə də yaxşı bərabərslik var. Deməli, x çıx 2'nin kvadratı 25 keçdi o tərəfə. Çıx 25 kiçikdir 0. 25'i 5'in kvadratı kimi yazdım. Kvadratlar fərqi kimi ayrım. X çıx 2 çıx 5. X çıx 2 üstə gəl 5 kiçikdir 0. X çıxaq 7 vuraq. X üstə gəl 3 kiçikdir 0. Ayrı-ayrı 0'a bərabər elədim. Bərabər elədim. Ədəd oxunda yazdım onları. Sonra uşaqlar belə eləyirik. Bax, belə eləyirik. 7'dən sonra bir ədəd seç. 8. 8'i qoyun yoxlayın. 8'dən 7 müsbət. 8'in üstü 3 müsbət. Vuranda bir-birinə müsbət oldu. Mənfi 3 ilə 7 arasında məsələn nə var mənfi ilə müsbət? 0 var. 0'dan 0 çıx 7 mənfi. 0 üstə gəl 3 müsbət. Mənfini müsbətə vuranda nə var? Mənfi. Mənfi 3'dən əvvəl mənfi 2 yoxdur. Mənfi 5 var. Mənfi 5 çıx 7. Mənfi 12. Mənfi 5 üstə gəl 3. Mənfi. Mənfini mənfiyə vuranda müsbət. Nə istəyir bu? Kiçiyi istəyir. Cavab mənfi 3 ilə 7. Bu aralıqda olan tam həllərdən danışır. Mənfi 2, mənfi 1, 0, 1, 2, 3, 4, 5, 6. Bunların cəmini istəyirsən mənfi 2'dən müsbət 2'yə qədər hamısı bir-birini götürür. Bunları toplayırsan 3 ilə 4 7 eləyir. 6 ilə 5 11 eləyir. Cavab elədi neçə? 18.
Gəldik bura. Məsələn, bunda oxşarlığı işləmişik, amma bəlkə də bu sualı görməmisiniz. Təzə bir sual kimi. Yəni bu sınaq həm adama təkrar elətdirir, həm də yeni tip misalları öyrədir uşaqlar. Özü də konkret deyir ki, bax bu çıxa bilər buraxılışda. Oxşar üçbucaqların sahələri 9/4 nisbətindədir. Böyük üçbucağın perimetri kiçik üçbucağın perimetrindən neçə faiz çoxdur? Dəhşət bir sualdır. Həqiqətən çox çətin bir sualdır. Baxaq buna. Sahələri 9/4'dür. Yazıram. S böyük, yəni böyüyün sahəsi, böl S kiçik, yəni kiçiyin sahəsi bərabərdir 9/4. Bura qədər əla. Bir də S böyük böl S kiçik bərabər 9/4. Bura qədər əla. Onda uşaqlar P böyük böl P kiçik kök altında bu ədəd olur. Sahə nədirsə uşaqlar, perimetrlə nisbətini tapanda onu kök altına salmaq lazım. Bir də deyirəm, sahələr nisbəti sizə veribsə, hazır verilibsə, perimetrlə nisbətini tapanda kökün altına salırsan. Oxşarlıqda bu qayda var. Oradan da 3/2 çıxır. Deməli, perimetr böyük oldu 3K, perimetr kiçik də üzbəüz oldu 2K. Düzdür? İndi bu nə demişdi? Deyir ki, böyüyün perimetri kiçiyin perimetrə neçə faiz çoxdur? Yəni demək istəyir ki, 3K 2K'dan neçə faiz çoxdur? Biz də faizdə bu texnikanı eləmişdik sizə. Dandan deyilənə 100% deyirdik. Neçə faiz azdır, neçə faiz çoxdur suallarında dandan deyilənə 100% deyirdik. Yadınıza gəlir, bunu məşq edirik biz. Ağlımıza gəlməsə aradakı fərqə də P faiz deyirdik. 2K 100%, 1K'da P faiz. Çarpaz vursaq 2K vuraq P, K vuraq 100, K'lar getdi 2P 100'dür, P'də 50%'dir. Super. Əla. Gəldik bura. Burada çox möhtəşəm bir funksiya sual var, amma çox asandır. F8'i soruşur. X'in yerinə 8 yazdım. 12'yə 2'yə kökə əl dəymədim. X'in yerinə yenə 8 yazdım. 2 dəfə 8 16, 16'dan 4 çıxdı. Hamısı belə olsaydı nə var idi sualların? Hazırdır uşaqlar. Siz deməli neçəncidir bu? Neçənci sınaqdır? Baxaq görək. 42-ci sualı bitirdiniz. Belə. Əla, super. Həm həlli var konspektdə, həm də videoda. Diqqətlə bunu izləyərsiniz.